Hər vaxtınız xeyir olsun, dəyərli dostlar, bir daha. Mən hüquq müdafiəçisi Samir Zeynalov, hər zaman olduğu kimi yenə də sizlərlə bərabər. Müxtəlif insanların bizlərə şəxsən bildirdikləri şikayətlərdən məlumatlı oluruq, xali oluruq. Bəli, əlbəttə ki, bugünkü gündə çox dözülməz bir vəziyyətdir ki, bizim vətən müharibəsinin iştirakçıları çox acınacaqlı, çox dözülməz vəziyyətdədirlər. Onlara qarşı olan münasibət, yəni dövlət tərəfindən nümayiş etdirilən münasibət bir mənalı deyil, adekvat deyil. Burada da hər zaman olduğu kimi bir cəhbə yaranıb. Bir sıra vətən müharibəsi iştirakçıları, bir sıra qazilər evlə, maşınla, müxtəlif sosial təminatlarla təmin olunduqları halda digər bir qism müharibə iştirakçıları isə və ələxüsusilə travma almış, müxtəlif bədən xəsarətləri almış bizim müharibə iştirakçıları isə çox ciddi mənəvi, maddi, fiziki, daxili istiraplar, əziyyətlər yaşayırlar. Mənim icraatımda bugün ondan çox vətən müharibəsi iştirakçısının əlilliyin təyin olunması ilə bağlı məhkəmə işi mövcuddur, məhkəmə icraatı mövcuddur. Detallarına varmış olsam, düzdür, vaxt itirsək də çox ciddi məqamlar olduğundan biz burada ürək ağrısı yaşaya bilərik ki, həmin məqamlar da nələrdən ibarətdir. Yəni, həmin məqamlara biz toxunsaq, mən daxil olmaqla sizlər də böyük bir istirap keçirə bilərsiniz. Ona görə də onlara tam detallı şəkildə toxunmağın tərəfdarı deyiləm. Sadəcə olaraq ümumi şəkildə bildirmək istəyirəm ki, ümumi şəkildə hər kəsin diqqətinə, nəzərinə çatdırmaq istəyirəm ki, Tibbi Sosial Ekspertiza Komissiyasının agentliyin müharibə iştirakçılarına qarşı münasibəti 2021-ci ildən sonra çox dəyişdi. Və mən bayaq burada təsadüfən onu vurğulamadım. Bu məsələ, bu münasibət məhz 2021-ci ildən sonra dəyişdi. Bütün insanlara qarşı, bütün Azərbaycan xalqına qarşı, bütün Azərbaycan xalqına qarşı. Yəni 2020-ci ildə bilirsiniz ki, vətən müharibəsi gerçəkləşdi. Biz o müharibədə zəfər çaldıq, qalib xalqa çevrildik. Hətta deyərdim, əsrin xalqı adını almağa da layiq. Elə 20-ci əsrdə də biz əsrin xalqı idik. Bir əsrdə 2 dəfə öz istiqlaliyyətimizi bərpa etmiş bir millətdən yəni söhbət gedir. Bax, bu millət bu qədər mübarizə apardı, bu qədər şanlı zəfərlər, şanlı qalibiyyətlər yaşadı. Amma Bakıda bu millətə hələ də 30 ilin içərisində elə böyük bir vəhşət yaşadılar ki, bu hal nə qədər sözlə ifadə olunsa da, bu halın tam olaraq diqqətlərə daşınması bir o qədər də çətindir. Yəni, asan deyil. Dediyim kimi, Nazirlər Kabinetinin əlilliyin meyarların müəyyən edilməsi ilə bağlı 187 nömrəli qərarı qəbul olunandan sonra elə bir ki, bu millətə böyük bir od qoydular. Böyük bir zərbə vurdular. Maddi, mənəvi, hər bir cəhətdən. Bugün elə mənim özümə də pensiya təminatı ilə bağlı, əlilliyin bərpası ilə bağlı xeyli müraciətlər daxil olur. Onların da əksəriyyəti əlilliyə görə verilən müavinətlərin məhz 2021-ci ildən sonra kəsilməsi ilə bağlıdır. Hansı ki, o məsələlərlə bağlı məhkəmələrdə xeyli işlər mövcuddur. İnzibati məhkəmə icraatlarında xeyli işlər mövcuddur. Əlilliyin bərpası məsələsi ilə bağlı. Bu da məhkəmələrdə təbii ki, iş yükünün artmasına gətirib çıxardır və iş yükü artdığı təqdirdə də hakimlər korpusunun geniş olmaması səbəbindən də hakimlər korpusunda xeyli hakimlərin təmsil olunmaması baxımından da həmin işlərə vaxtında obyektiv, ədalətli baxılması müşkül hala gəlib çıxır. Yəni, iş sayı, iş yükü o qədər çoxdur ki, bir hakimin icraatında hakimlər o işlərə vaxtında ədalətli, qanuna müvafiq qaydada baxmaqda xeyli çətinliklər yaşayırlar. Bir tərəfdən burada Azərbaycan xalqı, Azərbaycan insanı, Azərbaycan vətəndaşı əziyyət çəkirsə, digər tərəfdən də açıq-aşkarına, heç özləri də bunu dərk eləmədən, şuursuz bir şəkildə, xaotik bir şəkildə bir dövlət orqanı digər sistemi, yəni hakimiyyəti, məhkəmə hakimiyyətini açıq-aşkarına yüklüyür. Hətta Ali Məhkəmədə bununla bağlı bir kollegial iclas keçirilmişdi bu məsələlərlə bağlı, məhkəmələrdə iş yüklərinin artması ilə bağlı. Məsələ nə idi? Hesab edək ki, 2 qurum var. 2 qurumu mən burada nümunə kimi çəkmək istəyirəm. Bunlardan biri Daşınmaz Əmlakın Dövlət Registr Xidmətidir. Digər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan qurumlar. Bu qurumlar 1-ci instansiya məhkəməsində vətəndaşların irəli sürdükləri iddialar üzrə məğlub olurlar. Yəni, vətəndaşların haqlı iddiaları məhkəmələrdə təmin olunur.
vətəndaşların haqlı iddiaları. Bunlar o vətəndaşları süründürmək baxımından, o təşəbbüslə apellyasiya instansiya məhkəməsinə, ondan sonra daha doğrusu kassasiya instansiyası məhkəməsi, yəni ali məhkəməyə əsassız yerə şikayətlər verməklə vətəndaşları məhkəmələrdə süründürürlər. Bunun başqa bir nümunəsini mən çəkmək istəyirəm. Bilirsiniz ki, bu 2020-ci ildə Azərbaycanda biz çox böyük bir qovğalı, təlatümlü bir vəziyyət yaşadıq. Bir tərəfdən koronavirus, pandemiya, digər tərəfdən də vətən müharibəsi. Koronavirus dövründə bu işsiz şəxslərə 190 manat bir dəfəlik müavinət təyin olunmuşdu. 190 manat işsizlərə. Və bilirsiniz ki, e-sosial portalına da günbəgün xeyli axım var idi. Həmin o 190 manatın alınması ilə bağlı. Təsəvvür edin ki, o qədər imtinalar verilmişdi ki, o 190 manatla bağlı, yenə də məhkəmələrdə iş gücü artmışdı. Və o 190 manat müavinətlə bağlı, bir dəfəlik ödəməklə bağlı məhkəmələrə üst tutmuş və məhkəmələrdə haqlı əsaslarla iddia tələbi iləri sürmüş vətəndaşlar birinci instansiya məhkəmələrində qalib olmalarına baxmayaraq, sırf o 190 manata görə qarşı tərəf, yəni cavabdeh tərəf apellyasiya məhkəməsinə, daha sonra isə ali məhkəməyə qədər şikayət verirdi. Nədir? Hər nə olursa olsun, o 190 manat bir dənə vətəndaşa verilməsin. 190 manat verilməsin. 190 manatı verməməyə görə, əziz vətəndaşlar, əziz izləyicilər, dəyərli dostlar, 190 manat müavinəti verməmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci instansiya, apellyasiya instansiya və kassasiya instansiyası məhkəmələrində təmsilçilik üçün həm nümayəndəyə, həm də vəkillərə 100 mindən çox pul ayırır. Burada 190 manatı vermir haqlı yerə. İndi görürsən ki, bunun iddia tələbi birinci instansiya məhkəməsinə təmin olunub da. Niyə götürüb bunu əsassız yerə apellyasiya məhkəməsinə verirsən? Niyə götürüb ali məhkəməyə verirsən? Məsələ orasındadır ki, ən axırıncı məhkəməyə qədər bu iddialar tam əsaslı olduğundan verilən şikayətlər təmin olunmur və birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qərar da qanuni qüvvəsində saxlanılır. Və biz görün necə haqlıyıq ki, bu mövqeyimizdə. Mən bunu həmişə demişəm, dəfələrlə vurğulamışam bu məsələləri ki, dövlət qurumlarının verdikləri şikayətlər məhkəmə müstəvisində sırf vətəndaşı süründürməyə yönəlib. Bunun başqa adı yoxdur. Bunun başqa bir izahı yoxdur. Mənim burada dediklərimi və mənim vaxtilə hər zaman dediklərimi, hər zaman demiş olduqlarımı ali məhkəmədə özləri etiraf elədilər. Onun mətni də var. Ali məhkəmənin saytından girib tanış ola bilərsiniz. Bir kollegial iclas keçirilmişdi. Məhz orada bizim ali məhkəmənin inzibati kollegiasının nümayəndələri, hakimlər heyəti iştirak edərək bu barədə iradlarını müvafiq dövlət orqanlarının diqqətlərinə çatdırmışdılar. Ona görə də mən hər zaman deyirəm ki, əslində mən yox, mənim dilimdən faktlar danışır. Ona görə də faktlar hər zaman amansız olur. Ona görə də mən hər zaman öz işimdə, öz fəaliyyətimdə qərəzsizliyə, dəqiqliyə, vicdanlı olmağa, pluralist olmağa, şəffaf olmağa, qanunçuluq prinsipinə tam riayət etməyə xüsusi önəm verirəm, xüsusi dəyər verirəm. Mənim dilimdən danışılan faktlar bugün elə məhz bu dövlətin müvafiq orqanlarının ortaya qoymuş olduğu məqamlardır. Tənqidi məqamlardan yəni söhbət gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə mən məsələni dedim, diqqətləri çatdırdım.